Alhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salihlərin Baxsası kitabında 10-cu bölümü davam edirik. Bu bölümdə birinci hədis Ebu Hureyra radiyallahu anhudan gələn hədisdə Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir. Bədiru bil a'mal. Yəni əməllərə tələsin. Yəni salih əməllər eləməyə tələsin. Fitenen kəqita'il leylil muzlim. Yəni fitnələr olacaqdır. Gecə zülməti kimi. Gecə zülməti parçası kimi. Yəni ki, Peyğəmbər sallallahu həmin fitnələri gecənin zülmətin bir parçasına bənzədirdir. Onun kimi belə fitnələr olacaqdır. Yusbihur raculu mu'minen və yumsi kafiran. Bir kişi səhər mömin olaraq səhərləyəcəkdir. Akşama ise kafir olarak akşamlayacaqdır. Bir mümin bir kez akşam mümin kimi olacaqdır, səhər durub kafir kimi duracaqdır. Dinini dünyanın fani nəvərinə dəyişir, mənfəətlərinə dəyişir. Yəni dinini dünyanın fani mənfəətlərinə satır. Fani mənfəətlərinə. Hədisi Müslim rivayət eləmiş. Şərhdə İbn Hüseyn rahmanullah deyir ki, müəllif rahmanullah Əbu Hüreyrədən gələn hədisdə demişdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bədir bil əməl. Bədir bil əməl yəni tələsin. Buradakı əməllər dedikdə salih əməllərdir. Yəni o salih əməllər ki, insan o əməli etdiyi o hər bir əməli İxlasla Allah üçün edir və Rasulullah sallallahu əleyhi və səlləm müvafiq olaraq. Demək, ixlas və tabiçilik. Yəni, həqiqətən salih əməl iki şey üzərində qurulur. Birincisi, Allaha ixlasla olmalıdır. İkincisi isə Rasulullah sallallahu əleyhi və səlləmə tabi olaraq. Bu da La ilahe illallah kəlməsinin, bu şəhadətin təhqiqidir. Və ənə Muhammed Rasulullah. Yəni, kəlmə şəhədətini nədir? Təhqiq edir. O əməldə ki, ixlas yoxdur, o əməl salih sayılmır. Yəni, ixlas, insan bir əməl edir, kimsə görsün, eşitsin, yəni insanları da Allaha şərik qoşur əməldə, uzubillah. Yəni, bu riyakarlıq edir, eşitdirir, buna oxşar şeylər. Bunda, yəni, bu əməl salih əməl sayılmır, çünki onda ixlas yoxdur. Yəni, insan durub namaz qılsa, lakin onu insanlara göstərsə o namazını, onun əməli qəbul olunmur. Hətta namazın bütün şərtlərini yerinə yetirsə belə, rukunlarını, vaciblərini, sünnətlərini, bütün arxenciklər eləsə belə, orada da rahatçılıqla. Zahirdə bütün tamam olan namaza yarayan əməllərin hamısını eləyəsə olsa belə. Lakin ondan qəbul olunmur, çünki ora şirk qoşufdur, qatıfdır. Yəni, o əməllər nə qatıb? Şirk qatıb, yəni xalis Allah üçün eləməkdir. O kəs ki, Allaha şərik qoşur, Allahla yanaşı bir nəfəri Allah şərik qoşur, Allahdan başqasını Allaha yəni şərik qoşur, Allah təala onun əməlini qəbul eləmir. Necə ki, səhih hədisdə Əbu Hureyra radiyallahu anhudan gəlmişdi ki, həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, Allah Teala deyir ki, yəni Quds hədisdir. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allah Teala deyir, bu Quds hədisdir. Ənə əğnə şürakəy, ani şirk. Mən şərik qoşulanların şirkindən varlıyam. Yəni, bir nəfər mənə şərik qoşsa, mən həmin şirkdən varlıyam. Yəni, Allah Teala varlıdır o şirkdən. Yəni, kim ki ona şərik qoşur, yəni o şirkə ehtiyacı yoxdur Allah Teala'nın. O şərikliyə. Kim bir əməl edərsə də, o əməldə məndən başqasını mənə şərik qoşarsa da, onu və şirkini tərk edərəm. Yəni, etdim, yəni daha Allah Teala onu tərk edər. Hədis Müslimdə gəlmişdir. Həmçinin, əgər bir insan öz əməlində ixlaslı olarsa da, lakin bidət edir. Əməl ixlaslıdır, amma dini yox, əməlin əsli dində yoxdur. Resulullah aleyhissalatu vesselam məsələn onu qoymur, onu əmr eləməyibdir.
Bu halda da onun əməli qəbul olunmur, hətta ixlaslı olsa belə. Yəni həmin əməlində xuşulu olsa, ağlasa belə ona fayda verməyəcək. Çünki bu bidətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm də bidəti vəsf edəndə onu azğınlıq adlandırmışdı. Demişdi ki, hər bir yenilik bidətdir, hər bidət də azğınlıqdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, bədiru bil əməl. Yəni əməllərə tələsin. Burada salih əməllərdir. O hər bir əməl ki, ixlasla Allah üçün olur, Allah Azza və Cəllənin şəriətinə uyğun olur. Demək, ixlas və onun şəriətinə uyğun olmalıdır. Bu deyir salih əməldir. Burada deyir ki, Peyğəmbər sallallahu fitnənin kəqta'il leylil muznib. Burada xəbər verir ki, fitnələr olacaqdır. Gecə zülməti kimi. Yəni gecə zülməti kimi, insan orada bir dənə də işıq görə bilmir. Elə bir görsən, elə zülmət düşür ki, orada heç nə görmək olmur. İnsan ayağının altını görə bilmir orada. Yəni insan bilmir ki, hara getsin, heyrətdə qalır. Yəni elə qaranlıqlar olur. Yəni bilmir çıxış yeri haradadır. Allah Teala istəyirəm ki, bizləri və sizləri bu fitnələrdən qorusun. Həmin fitnələrdən, məsəl üçün şübhələr, həmin fitnələrdən şəhvətlər, bunlar hamısı fitnələrə daxildir. Məsələn, şübhələr fitnəsi, bütün o fitnə ki, cahiliyyət üzərində qurulubdur, bu fitnə şübhəsidir, şübhə fitnəsidir. Yəni, cahiliyyət üzərində qurulub, elmsiz olaraq, nədir? O şübhə fitnəsidir. Necə ki, əhl-i bidələrdən baş verir bu əməllər. Dində yeniliklər edirlər, qaydalar gətirirlər, hansı ki, Allahın şəriətində yoxdur bu. Və yaxud da ki, əhl-i bidələr vardır ki, hansılar ki, sözlər və əməllər çıxardırlar, o da Allahın şəriətindən deyil, onu dinə nisbət edirlər. Yəni, o kəs ki, bu fitniyə düşür, yəni, görürsən ki, o şübhə səbəbi ilə haqdan azır. Yəni, o fitniyə düşəndə insan o şübhə gəlir, demək, hansı fitnədən söhbət gedir, şübhə fitnəsində, görürsən ki, haqdan azır. Həmçinin bu fitnələrdən müamilələrdə baş verir. Yəni, oxşar işlər vardır ki, hansı ki, yəqin bir qəlbdə açıq aydındır da, deyir ki, mə yəhsulu fil muamələti minəl umurul müştəbihəti illəti hiyə vadihatun fi qulubil muqin, yəni, fi qalbil muqin, yəni, yəqin olan kəsin qəlbində açıq aydındır. Elə müamilə açıq aydın oxşar işlər var ki, o işlər müamilələrdə deyək, yəqin olan kəsin qəlbində açıq aydındır. Amma azğın olan kəsin qəlbində isə bu şübhədir. Yəni, açıq aydın bir şeydir, amma bu azğın olduğu üçün bunun qəlbində müştəbihdir bu. Müştəbih, yəni oxşar. Görürsən ki, müamilə edir, ona bəyan olunur ki, bu haramdır. Hər hansı bir müamilədə bəyan olur ki, bu haramdır. Lakin onun qəlbi günahlara meyil edibdir. Yəni, qəlbi günahlara meyil edibdir. Nəsəllallahu afiyə. Görürsən ki, bu işə yeştəbih. Yəni, bu əməli başlayır ki, gözəlləşdirsin. Can atır. Yəni, bu şeyə. Və elə zənn edir ki, bu yaxşıdır. Allah Teala bu kəslər barəsində demişdi ki, deyir sizə xəbər verimmi? Bil-əxsərin əməllərini xüsurana düşənləri xəbər verimmi? Əllədinə dallə sa'yuhum fil həyəti dünya. Yəni, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Və hum yəhsəbunə ənəhum yuhsinunə sun'a. Onlar elə hesab edirlər ki, yaxşı əməl edirlər. Biləğuzubillah, yəni, ucanlardılar bunlar. Görsən, pis əməli neyini gözəlləşdirir, hansısa yol axtarır, şeydir ki, licbon eləsin. Onlar elə zənn edir ki, bunlar yaxşı əməl edirlər, əksində isə elə deyil.
Onda deyir, buradakı fitnə, bu el-fitnə təkunu min şübhət, şübhələrdən olan fitnə və təkunu edən min şəhəvat. Demək, fitnələr şübhələrdən olur, həmçinin də şəhvətlərdən olur. Yəni bir insan, yəni bu mənası odur ki, bir insan bilir ki, bu haramdır, lakin nəfsi onu çağırır o şeyə, o harama, ki o haram eləginən, bu da ona fikir vermir. Yəni nə fikir vermir? Baxmır ki, bu haramdır, halaldır. Nəfsinə cavab verir, yəni. Hə. Əksinə gedir, o haramı edir, yəni, və bilir ki, bu vacibdir. Yəni onu, o haramı tərk etmək vacibdir, bunu bilir bu. Lakin nəfsi o tənbəllikdənmi və yaxud da nədənsə də, məsəl üçün, üzürlü sayı, bilir ki, məsəl üçün, bir şey vacibdir onun üçün. Nəfsi onu çağırır ki, bu vacibi tərk eləsin. Nəfsi çağırır ki, bu vacibi tərk eləsin, nedir, onu tərk edir. Bu nədir? Şəhvətdir. Bu şübhə deyil, şəhvətdir. Yəni, buna istək fitnəsi deyirlər. İstək fitnəsi. Və həmçinin, bundan da böyük olan odur ki, fitnətun şəhvə, zina şəhvəti fitnəsi, üzdən iraqlıq, yəni bu lutiyim deyirlər onlara, yəni ki, geylər də, bu şübhələr, şəhvətlər, bunlar hamısı ümmətə ən zərar olan şeylərdir. Peyğəmbər s.ə.v demişdi ki, mə tərəqdü bə'də fitnətən ədarrə əl-ricəl minə-nissə. Demişdi ki, Peyğəmbər s.ə.v özümdən sonra kişilərə ən zərərli, qadınlardan ən zərərli şey tərk eləmədim. Yəni ki, qadın fitnəsi, fitnə olaraq yəni, kişilərə tərk elədiyi şey Peyğəmbər s.ə.v ən zərərlisi nə olmuşdur? Qadın fitnəsi olmuşdur. Yəni, hədis Buxarı Müslimdə gəlmişdir. Və həmçinin deyir ki, qadınlardan qorxun, fəinnəmət kənət fitnətu bəni İsrail finnisə, deyir, bəni İsrailin deyir, fitnəsi qadınlardır. Qadınlardan qorxun, yəni olan fitnədir də qadın. Yəni, onların qarışmayın, bir yerə şey eləməyin, bu fitnədir. Yəni, bugün bizim cəmiyyətimizdə görürsən ki, rəzilliyə çağıranlar var, əuzubillah, müxtəlif yollarla insanları çağırırlar rəzilliyə, müxtəlif adlarla. Yəni, hər hansı bir şeylə ki, qadın kişi hamısı qarışsın bir-birinə. Yəni, görürsən ki, hətta bütün bəstələr axtarlar ki, qadının örtüyü barəsində belə toxunurlar ki, yəni, örtüyü örtməklə, işləyirsən, hicabını çəkirsən, hər şeyinə toxunurlar, belləmə, əuzubillah. Qadının evindən çıxması, kişilərlə bir yerdə işə, güzə qarışması, burada çoxlu şərlər və bəlalar baş verir. Allah subhanahu ta'aladan istəyirəm ki, onların hilələrindən özlərinə qaytarsın. Və hakimlərimizi onların üzərinə salsın ki, onlar bu fitnələri yaylasınlar. Yəni, o şər yayınları, yəni. O şeylər ki, şərə səbəbdir, fəsaddır, bu, yəni, müsəlman ölkələrində, yəni, Allah subhanahu ta'aladan da istəyirəm ki, hakimlərimizi müvəffəq eləsin ki, ətrafında olan salih bir insanlar onu xeyrə yönəldib və həvəsləndirsinlər. Deyib, Bəni İsrailin deyir, həqiqətən fitnəsi qadınları idi. O, ən böyük, əzəmətli fitnədir. Görürsən ki, bəzi insanlar var idi ki, deyir, onlar hekayə edirdilər ki, onlar, özür istəyirəm, yəni, bəzi insanlar var ki, görürsən ki, qadının kəramətini aşağı salmaq istəyirlər. Onları, qadınları sürət kimi, yəni bir şəkil kimi etmək istəyirlər. Görürsən, bütün, biri dodaq şirtdirir, biri nə bilim, nağarı, hərə bir şeydir da. Və bütün makyajlardan istifadə edirlər ki, qadın nə olsun, bir dənə belə mumiya olsun. Qadının həqiqətən kukula kimi belə düzəldirlər, amma əslində kəramətini salırlar o qadını. Bu nədir? Burada nəyə görə belirlər? Şəhvət var. Şəhvətə görə bunu edirlər. Yəni, bunu edən fasiklərdirlər, səfih, insanlardan olan fasiklər və səfihlərdirlər. Yəni, hər səfər deyir, qadına baxdıqda, hər səfər, hər saatda, vəl-əuzubillah, yəni, onu istəyirlər ki, elə görsünlər, bütün onu cəmiyyəti belirləmək istəyirlər.
وَلَكِنْ بِحَوْلِ اللّٰهِ اَنَّ دُعَى الْمُسْلِمِينَ سَوْفَ يُحِيطُ بِهِمْ. Lakin Allah Subhanahu gücü ilə həqiqətən müsəlmanların duası onları nədir? Əhatə edəcəkdir. Onları aradan qaldıracaqdır. Öz əqablarına, yəni xaib olaraq, xaiblə yəni ki, istədiklərinə çata bilməyəcəklər, yəni inşallah. Sonra burada İbn Seymur Rahimehullah deyir ki, Saudiya qadını əksinə hər bir məkanda, hər bir İslam ölkəsində olan qadınlar həqiqətən hörmətlidirlər, qorunmuşdular yəni. Allah Azze ve Celle onlara hörmət və qorunmaq qoyubdur. Mühüm olan odur ki, Resulullah Aleyhisselatü Vesselam bizləri bu fitnələrdən çəkindirmişdir. Hansı ki, gecə zülməti kimi olan bir, gecə zülmətində bir parça kimi bir fitnədir. İnsan mümin olaraq səhərləyəcəkdir, kafir olaraq axşamlayacaqdır. Vəliyəhuzubillah. Yəni bir gündə görsən ki, dindən dönür, İslamdan çıxacaqdır. Səhər axşam bir gün edir də, yəni dindən çıxacaqdır. Görsən səhər mümin kimi olacaq, axşam kafir kimi olacaq. Nəsəllallahu ləafiyyə. Nə üçün? Çünki dinini, fani, dünya mənfəətlərinə satıbdır. Yəni sən elə zənn eləmə ki, yəni dünya mənfəətləri burada dedikdə təkcə mal qəsd olunur. Yəni burada bütün dünya məta, yəni ləzzətləri hər şeyə aiddir. Yəni təkcə pul deyil də burada, başa düşürsən mi? Yəni İstər pul olsun, istər dərəcə olsun, istər rəislik olsun və ya qadınlar olsun, başqa şeylərdə say geçsin, hər bir şey. Yəni insan ona görə dinini satırsa da, dinini o şeylərə satırsa da, uzubillah. Yəni dünyada olan hər bir o ləzzət verici şeylər, bunlar həqiqətən hamısı fani olan şeylərdir. Təbətəğunə aradəl həyətid dünya fəindallahi məğanimu kəthira. Yəni siz dünya həyatının fani mənfəətini mi istəyirsiniz? Allah yanında qənimətlər daha çoxdur. Fəmə fid dünya kulluhu arad. Yəni dünyada olan hər bir şey fanidir. Bunlar səhər mümin kimi duracaqlar, axşama kafir yatacaqlar. Axşam mümin olacaq, səhər kafir kimi duracaqlar. Hamısı dinlərini, dünya mənfəətlərinə satanlardılar. Allah Teala'dan istəyirəm ki, bizləri və sizləri bu fitnələrdən qorusun. Siz də həmişə bu fitnələrdən Allah'a sığının, qorunun. Allah'tan yəni qorunmaq istəyin. Peyğəmbərimiz sallallahu bizə əmr eləmişdi. Axırıncı təşəhhüddə demiş, sizlərdən biri təşəhhüd dedikdə qoy 4 şeydən Allah'a sığınsın. Deyirdik, Allahümme inni a'udhu bike min azabi cəhənnəm. Allah, mən cəhənnəm əzabından sənə sığınıram. Və min azabil qabr, qəbir əzabından. Və min fitnətil məhiyyə vəl məmət, yaşayış və ölüm fitnəsindən. Və min fitnətil məsih-i dəccəl, məsih-i dəccəlin fitnəsindən. Yəni, hər təşəhhüddə, axırda bu duanı Peyğəmbər sallallahu bizlərə öyrətdi. Alimlər ixtilaf ediblər, bunu demək sünnədir, vacibdirmi? Bəzi alimlər vacib deyiblər. Səbəb budur ki, bu sünnədir. Allah Teala'dan istəyirəm ki, sizləri və bizləri sabit sözlə dünya və axirət həyatında sabit eləsin. Barakallahu fikum.